Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər, əziz şagirdlər. Bugün sizinlə qrammatik mövzulardan morfologiya bölməsindən noun keçəcəyik və mən bu dərsin sizə izahını verəcəyim. İlk dərsimiz noundur və noun isim deməkdir. Yəni biz Azərbaycan dilindən tanışıq isim bölməsindən. İndi isə bunu ingilis dilində öyrənirik. Deməli, isim əsas nitq hissələrindən biridir ingilis dilində. Əşyanın adını bildirir. Kim, who, nə, what suallarından birinə cavab verir. Yəni, Azərbaycan dilində necədirsə, ingilis dilində də elədir. Sadə isimlər simple nouns, düzəltmə isimlər derivative nouns, mürəkkəb isimlər isə compound nounsdur. Baxın, sadə isimlər s-la başlayır, simple da s-la başlayır. Simple-ı görəndə bilin ki, sadədir. Derivative d-nı görəndə bilin ki, düzəltmədir. Compound isə mürəkkəb isimlər deməkdir. Ən birinci başlayırıq sadə isimlərdən. Sadə isimlər nədir? Sadə isimlər bir kökdən ibarət olurlar. Şəkilçi olmur onların nə önündə, nə də sonunda. Baxın, ingilis dilində həm prefikslər var, yəni ön şəkilçilər var, həm də sufikslər var, son şəkilçilər var. Bunların heç biri olmur. Məsələn, city, child, face, boy, şəhər, uşaq, üz, oğlan, butulkaz, məsələ, buz və s. Bunların görürsünüzmü? Sonunda heç bir şəkilçi yoxdur. Deməli, bunlar necə isimlərdir? Sadə isimlərdir. Bir də var derivative nouns, yəni düzəltmə isimlər. Düzəltmə isimlər kök və şəkilçidən ibarət olurlar. Bir köklər olur, bir də şəkilçiləri. Baxın, son şəkilçisi sözün sonuna artırılır. Ön şəkilçisi isə önə artırılır. Məsələn, speaker. Baxın, speak sözün köküdür, danışmaq deməkdir. Speaker isə artıq ona artırılıbdır və speaker, yəni danışanın deməkdir. Friend dost deməkdir. Friendship isim düzəldən şəkildə dostluq deməkdir. Məsələn, burada air feildən isim düzəldib. Amma friendshipdə friend öz isimdir, yəni isimdən isim düzəldilib. Sadəcə frienddən friendship dostluq, yəni mücərrəd isim düzəldibdir. Free azad deməkdir, pulsuz deməkdir. Sifətdir, amma freedom azadlıq deməkdir. Artıq mücərrəd isim düzəlir. Prefix isə ön şəkilçilərdir. Disappearance. Baxın, bu sözdə həm ön şəkilçisi var, həm son şəkilçisi var. Appear sözüdür, bu peyda olmaq. Appearance, ən şəkilçisi artıq burada peyda mənasını verir və dis qabağına şəkilçi artırılırsa, yəni ki, olmamaq deməkdir. Və ön şəkilçiləri adətən qoşuldular sözün əksi mənasını bildirə bilirlər. Misprint, print sözün özüdür, mis onun qabağına qoşulan şəkilçidir. İndi gəlin biz bu sufikslərlə tanış olaq. Baxın, testləri işləyərkən simple-ları, compound-ları, derivativləri rahat seçmək üçün, düzəltməni, mürəkkəbi, sadəni seçmək üçün siz bu şəkilçiləri əzbər bilməlisiniz. Əgər bu şəkilçilər sözün sonundadırsa, deməli o söz nə mürəkkəb deyil, nə də sadə deyil, derivativdir. Baxın, yadınızda saxlayın ki, şəkilçiləri yazaraq öyrənsəz daha yaxşı yadınızda qalar və həmçinin hər şəkilçiyə uyğun bir dənə nümunə yadınızda saxlasaz, yəni ümumiyyətlə o şəkilçi yadınızdan çıxmayacaq. Məsələn, air, or, ar yazılıb, düzdürmü? Swimmer, director, beggar, görürsünüz? Bu sözü qoşulur, əsasında məsələn feilə qoşulur. Swim üzmək deməkdir. Swimmer üzgüsü deməkdir. Sonra direct idarə etmək deməkdir. Artıq director olanda olur idarə edən direktor. Beg yalvarmaq deməkdir. Beggar dilənçi olur. Adətən feildən isim yaradır. Sonra iyə. Bu şəkildə iyə deyə səslənir. Engineer. Engine sözün köküdür. Engineer. Market sözün köküdür. Marketə. Deməli, nədir? Yenə feildən isim düzəldə bilir. Həmçinin, məsələn, engine mühərrik də deyə bilərik, düzdür? Yəni, isimdən də elə isim düzəldir. Dom, freedom, kingdom, hood, lıq-lıq deməkdir. Məsələn, brotherhood, uşaqlıq, neighborhood, kingdom da həmçinin azadlıq, kingdom krallıq, freedom azadlıq deməkdir. Ness, happy, xoşbəxt, happiness, xoşbəxtlik. Ment, improve, inkişaf etmək, feildir, improvement, inkişaf. İon, tion, sion, xion, baxın bu şəkilçilər
Action məsəl üçün. Bunlar decision, direction. Artıq sözlərin sonuna qoşulanda şın kimi səslər verir. İzm, mexanizm, realizm, real sözünə qoşulub realizm. And, applicant, student, study sözü apply sözündən yaranır. Məsələn, ansensi, vacancy, competency, importance. Baxın, oxunuşlarını bilin deyə bu sözləri oxuyuram. Ondan sonra dictionary. Baxın, dictionary, slavery. Burada keçiləri dediyim kimi yazını öyrənin. Hər birini də sözlərini yadınızda saxlayın. Diplomat, diplom sözün köküdür. Diplomat, representative. Məsələn, secure, pleasure, geology. Ondan sonra burada bir silmişəm sadəcə bu vəsaitdə qalıbdı. Buna ehtiyac yoxdur. Bunu öyrənməyinizə ehtiyac yoxdur. Bu sözü siləcəm. Sonra baxırıq. Burada indi bu paketlərin içində ist var. Məsələn, novel, novelist, real, realist, art, artist. Art məsələn, incəsənət deməkdir. Artist, rəssam deməkdir. Çox adam bu artist sözünü elə bilir aktyor, aktrisa deməkdir, amma yox, artist, rəssam deməkdir. Yadınızda saxlayın. X, physics, politics adətən elm fənn adları yaradır. Ship, friend, dost, friendship, dostluq. Çempion, elə çempion deməkdir, şampion deməkdir. Championship də şampionluq deməkdir. ING. Baxın, burada müəyyən şəkilçilər var. İndi deyəcəm onlara niyə xüsusi diqqət yetirmək lazımdır. Meeting, feeling, drawing. Bax, isimdir. Meeting iclasdır, feeling hissdir. Drawing, məsələn, rəsmdir. Actress, waitress, princess. S adının qadın cinsini düzəldir. Məsələn, akt səhnələşdirməkdir. Actress artıq burada qadın aktrisa deməkdir. Waitress ofisiant qadın deməkdir. Princess elə şəhzadə qadın deməkdir. Yəni S bilin ki, hansı sözün sonuna qoşulubsa bu qadın cinsinə aid olur. Sonra Chinese is, Chinese, bax görürsünüz Çindən, yəni Çinli yaradır. Əsasən millət bildirən sözləri yaradır. Employee, referee, refuge, age, bu da emonim şəkildə deyəcəm, strength, lens. Bu testlər bu sözlər testlərə çox düşür. Məsələn, sifətin sonunu artırılır, th və isim düzəldir. Məsələn, strongdan yaranıb bu söz. Strong güclü deməkdir, sifətdir, amma artıq burada isimləşikdir. Biraz hərf dəyişikliyi də baş verir. Long, uzun deməkdir. Lens olur artıq. O elə bil, burada da o e-yə çevrilir, burada da o e-yə çevrilir, sonra th artırılır. Grow olduğu kimi qalır, grows. Böyümə isimdir. Deep, dərin deməkdir. Deep, dərinlik deməkdir. Artıq isim düzəltdi. E, difficulty. Baxın, elə burada demişkən dəyim də bunlara. TH-dir, E-dir. Bunlar omonim keçilərdir. Niyə? Çünki TH həm isim düzəldir, həm say düzəldir. Kökünə baxacaqsınız. Əgər kökü saydısa, demək ki, bu artıq say düzəldibdir. Məsələn, 10 deyəndə 10, tens deyəndə 10-cu, 7 deyəndə 7, 7 deyəndə 7-ci. Kökü rəqəmdirsə elə yenə də saydır. Sadəcə düzəltmə say düzəldir. Amma bu tip sözlərdə görəndə artıq biləcəksiniz ki, bu isimdir. Hava şəraitini bildirən sözlərə qoşulduqda isimlərə, məsələn, fog, duman, cloud, bulud, rain, yağış, snow, qar. Bu sözlərə qoşulanda snowy, rainy, foggy, cloudy, buludlu, yağışlı, dumanlı, küləkli, windy məsələn. Artıq biləcəksiniz ki, orada sifətdir. Amma kökü adətən sifət olanda, sifətə qoşulanda isim yaradır. Bir isimə qoşulub sifət olur, sifətə qoşulanda isim olur. Difficult, çətin, difficulty, çətinlik. Modest, təvazökar, modesty, isim təvazökarlıqdır artıq. Sonra itibar, formality, reality. Yenə baxın, al var. Proposal, approval. Bu həm sifət düzəldən şəkilçidir, həm isim düzəldən şəkilçidir. Diqqətli olun. Age-dir, isim düzəldir. An, politician, physician, isim düzəldir. Let-dir, baxın, bunlar da isim düzəldən yenə sufikslərdir. Bu sufikslərin hərəsini bir dənə nümunə ilə yadda saxlayırsınız və yazıda öyrənirsiniz. I və th şəkilçiləri haqqında məlumat verdim. ING də həmçinin homonim şəkilçidir. Həm feil düzəldir, həm sifət düzəldir, həm də isim düzəldir. Baxın, belə bəzi sözlər də isimdir.
amma davam etdiyi zamanda feilin sonuna qoşula bilir. Ondan sonra həm də sifət düzəldə bilir. Məsələn, interesting, interest maraq göstərmək deməkdir. Elə interesting maraqlı deməkdir. Ship şəkilçisi həm də ayrı-ayrılıqda, məsələn, shipin özü gəmi deməkdir. Ona görə bir sıra istisna sözlər var. O sözlərdə görəndə bilirik ki, ship artıq mürəkkəb söz yaradır burada. Amma bir sıra sözlərdə də görürük ki, championshipdir, friendshipdir, leadershipdir. Bu kimi sözlərdə də artıq şəkilçilik istisnanı əzbərləyəndə gerdə qalanlarda şəkilçilik elə öyrənəcək. Sonra şəkilçilərimizdən baxın, bu sonu erdən bitənlərdə elə sözlər var ki, sözün özünün kökündədir. Məsələn, fazə, mazə, bənə, indi onlar haqqında danışacağıq. Bir də ment şəkilçisi var ki, bəzi sözlər elə mentlə bitir, özü sadədir, artıq onları düzəltməli deyil. Bu şəkilçilərə diqqət edəcəyik, zaten aşağıda da var. Sonra gəldik prefikslərə. İsim düzəldən ön şəkilçilər də önə qoşulur. An, in, mis, dis. Bunlar çox testlərə düşmür, amma yenə də bunları da öyrənsəz yaxşı olur. Əsasən də an, in, mis, dis bura qədər daha vacibdir. Bu yerdə qalan şəkilçilər çox da abituriyent testlərinə düşmür. Bunlar adətən MİQə hazırlaşanlara və magistrə hazırlaşanlara aid ola bilir. Sonra bizim burada istisnalarımız var. İstisna bayaq sizə qeyd elədiyimdir ki, ing şəkilçisi omonim şəkilçidir və bir neçə yerdə işlənə bilir. Baxın, nümunələr vermişəm. Building, meeting, ceiling, tavan deməkdir. Burada isimdir. Interesting, boring, sıxıcı, maraqlı, sıxıcı, yorucu. Burada sifətdir. Qabağında to be-nin formasından işləndiyi zaman isə əksərən isim olur. Be listening, was coming, is wearing. Burada artıq davam edici zaman formasını bildirir. Bəzi sözlər ment ilə bitir, amma sadədir. Baxın, bu istisnaları əzbərləmək lazımdır. Moment, parlament, instrument, monument, element, cement, document. Baxın, doku, se, elem, elə deyə sözün kökü yoxdur. Ona görə bunlar özü sözləri sadədir. Burada ment kimi götürə bilmərik. Bunlar simple noundur. Bunlar əgər derivativlərin içərisində verilərsə, götürə bilmərik, sadə kimi götürəcək. Sonra bəzi sözlər er və orla bitir, amma sadədir. Bunların bəziləri ilə ailə üzvlərimiz də oradan əzbərləyirik. Fazia, mazia, brazia, sister, bunlar hasandır. Letter, flove, tiger, butter, danger, finger, member, veze, banner, soldier, matter, tower, daughter, sliver, number, paper, doctor. Baxın, sonu orla, erlə bitməsinə baxmayaraq bunlar sadədir. Bunları derivativ götürməyəcəksiniz. Bir də bəzən kimi səslənir bu. Məsələn, fazə də deyə bilərəm. Amma Amerikan versiyasında father, yəni Britaniya versiyasında kimi səsləndiririk. Amma Amerikan versiyasında r kimi səslənir. Ona görə səslənmədə də rahat necə istəyirsiniz tələffüz edə bilərsiniz. Amma unutmayaq ki, həmçinin bu şəkilçi sifətin müqayisə dərəcəsində düzəldir. Kökü sifətdirsə, demək ki, bunu isim kimi götürə bilmərik. Məsələn, dark qaranlıq deməkdir, tünd deməkdir, darker daha qaranlıq deməkdir. Cold soyuq, colder daha isti, hot isti, hotter daha isti. Yəni unutmayın ki, sözün kökünə baxmaq lazımdır. Sözün kökü sifətdirsə, elə bu demək ki, sifətin adi dərəcəsindən müqayisə dərəcəsi yaradıbdır. Bayaq dedim sizə il şəkilçisi, yəni yazılan, bu da hava şəraitini bildirdiyi zaman adətən isimdən sifət yaradır, qalan hallarda da sifətdən isim yaradır. Bir də full şəkilçisi var. Bu da əsasən sifətin şəkilçisidir, unutmayın. Amma bir sıra belə sözlər var. Mouthful, handful, spoonful, plateful, cupful. Bu sözlərin sonunda artıq o sifət kimi yox, isim kimi işlənir. Bu sözlərə baxanda deyirik ki, isimdir. Bu da testlərinizə düşmür, amma yenə də nəzərinizdə olsun. Abituriyent testlərində çox görmürük. Sonra X şəkilçisindən danışaq. X şəkilçisi adətən dedik ki, elm fənn adlarında olur və bu elm fənn adlarında adətən sayıla bilməyən isimlər olur. Sayıla bilinmədiyinə görə də xəbəri həmişə təkdə olur. Bəzən bunun sonundakı bu su bizi qarışdırır, amma qarışmamalıyıq. Məsələn, phonetics, optics, politics, gymnastics, görürsünüz, hamısında təkdədir. Sadəcə bir sıra sözlər var ki, istisnadır. Məsələn, lirik, topik, dinamik sözləri təkdədir, amma bunlara S artıranda lirik, topik, dinamik olur, cəmlənir. Biz bilirik ki, isimləri S və E şəkilçisindən cəmləndiririk, düzdürmü? Bunlarda da özü ik ilə bitir və biz buna S artırıb bunu cəmləndiririk. Lirik, topik, dinamik artıq mahnı sözləri, mövzular, dinamikalar belə tərcümə olunur.
unutmayın. Burada artıq x bir yerdə getmir. İk özü tək gedir, s isə getmir. Bu sözləri yadda saxlayırıq ki, bunlar sayılır və sınav verilibsə cəmdədir. Sonra gəldim compound nounlara, yəni mürəkkəb isimlərə. Mürəkkəb isimlər iki isim, sifət, isim, yəni bir sifət, bir isim olur və yaxud sözünü ilə bağlanmış iki isimdən ibarət olur. Yəni iki dənə isim bir yerdə də ola bilər. Bir sifət, bir isim də ola bilər. İsimlə sözünü də bir-birinə bağlana bilər. Bitişik və ya defisdə yazılır. Defisdə yazılan sözləri görəndə rahatlıqla bilə bilərsiniz ki, iki dənə ayrı-ayrı sözdürsə, bunlar artıq mürəkkəb sözlərdir. Baxın, isim qaydası ilə olanlar. Time, table. Time isimdir, table da isimdir. Handball, hand əl deməkdir, ball top deməkdir, ikisi isimdir. Letterbox, armchair. Hər ikisi isimdir. İsim birləşir, mürəkkəb isim yaradır. Sifət isim olanda, məsələn, blackbird, whiteboard, elə deməli bunlar da nədir? Məsələn, blackboard da deyə bilərik, blackbird da deyə bilərik, whiteboard da deyə bilərik. Yəni ki, bunların hamısı birində sifət, birində isimdir, mürəkkəb isimdir artıq. Sifətlə isim birləşir, mürəkkəb isim yaradır. Feil isim ola bilər. Məsələn, pickpocket, breakfast. Break sözü fasilə etmək deməkdir. Düzdür, sındırmaq mənası da var. Artıq fəslə birləşir. Ondan sonra pick feildir, pocket isə isimdir, feil isim olub və mürəkkəb isim yaranır. Gerundlar isim ola bilər. Dancing hall, sitting room. ING-li sözlər gerundlardır. İsimlə birləşir, mürəkkəb isim olur. İsim plus söz önü gələ bilər. Məsələn, passerby, looker on, editor-in-chief. Bəzən bu söz önü ortada gələ bilər, bəzən də özündən sonra gələ bilər. Heç bir fərqi yoxdur. Əsas odur ki, bu isimlə söz önü gəlib, amma mürəkkəb isimdir. Bir də hər komponenti öz mənasını itirənlər var. Yəni, başqa-başqa sözlər də birləşir, bir məna gətirir. Touch me not, məsələn. Touch me not. Touch başqa sözdür, me başqa sözdür, not başqa sözdür. Hold başqa sözdür, dol başqa sözdür. Yəni, belə tək-tək baxsaq məna da çıxarda bilirik də. Ayrı-ayrılıqda işlənəndə bunların mənası olmur. O sözü uyğunlaşdırmaq olmur. Touch me not, məsələn, dəymə düşər günü deməkdir. Hold, məsələn, kisə deməkdir. Sonra ship ayrı-ayrılıqda gəmi deməkdir. Bu haqda bayaq sizə məlumat verdim. Baxın, spaceship, airship, warship, battleship, desert ship, long ship, light ship, troop ship, ondan sonra tribe ship, steamship, gunship hər bir tərcümə ilə verilibdir. Bu sözləri əzbərləyirsiniz. Bu sözləri görəndə bilirsiniz ki, bu compounddur, amma yerdə qalan mənlə olan sözlər, shiplə olan sözlər üzr sayın, düzəltmədir. Tərkibində mən və woman olan sözlər, yəni isimlər adətən mürəkkəb isimlərdir. Məsələn, mən servant, görsünüz qabaqda mən gəlib. Məndə bir də servantdır, söz birləşir. Bu mürəkkəbdir. Business, mən. Burada da özündən sonra gəlib. Fərq eləmir. Başqa sözə mən birləşibdir. Woman, driver. Bu artıq mürəkkəbdir. İstəyir defisdən yazılsın, istəyir bitişik yazılsın. Amma 4 dənə sözümüz istisnadır. German, Norman, Roman. Almanlar, Alman, Romanlı və Romalı. Bu da Normanda bir tayfadır, milləti bildirir. Human isə insan deməkdir. Və bunların axırında mən var, amma bunlar kökə sözdən ibarət deyirlər və yaxud da ayrı sözdən ibarət deyirlər. Yəni ona görə bunları sayda götürəcəksiniz. İsimin quruluş növlərindən, şəkillərindən bu qədərdir. Ondan sonra gəlir isimlərin təsnifatı. Classification of nouns. İsimlərin təsnifatı nədir? Mənasına görə isimlər iki yerə ayrılır. Ümumi isimlər, xüsusi isimlər. Ümumi isimlərin adı common nounsdur. Azərbaycan dilində olduğu kimi ümumi isimlər bir sinifə aiddir, şəxsləri bildirir, anlayışları bildirir. Doktor, kompozer, bəstəkar, histori, tarix, boy oğlan, fazilata, etc. Ümumi isimlərin özü də iki yerə bölünür. Konkret isimlər, mücərrəd isimlər. Bu da Azərbaycan dilində olduğu kimidir. Məsələn, indi baxacaq sizlə. Proper noun, xüsusi isim deyəndə şəxslərə, anlayışlara, ərazilərə, əşyalara verilən adları bildirir. Məsələn, Baku deyirəm, Gülər deyirəm, tutalım Bani Seminary deyirəm. Bani Seminariyası artıq təhsil mərkəzinə verilən addır. Gülər bir insana verilən addır, şəxsə verilən addır. Məsələn, Gəncə deyirəmsə, şəhərə verilən addır. Və yaxud da hər hansı bir əşyamıza, heyvanımıza ad veririk. Artıq bunlar xüsusiləşdiririk. Elə bil ümumidən xüsusiliyə çıxardırıq. Ona görə də biz artıq xüsusi isimləri bilirik ki, böyüklə yazılır, adı ilə seçilirlər. Sonra ingilis dilində Azərbaycan dilinə fərqli olaraq həftənin günləri və ayların adları da xüsusi isimdir, yadınızda saxlayın. Xüsusi isimlər düşünə bilmirlər, en artiklı ilə işlənə bilmirlər. Qeyri-müəyyən saylarla, yəni miqdar saylarıyla falan işlənə bilmirlər.
Cümlənin əvvəlində, ortasında və ya sonunda gəlsə belə böyük hərflə yazılır. Burada da nümunələri var. Həftənin günləri və soyadlar da xüsusi isimdir. Amma istisna olaraq həftənin günləri və soyadlar cəmlənə bilirlər. Həftənin günləri cəmlənəndə bütöv bir ayın gününü bildirir. Soyadlar da cəmlənəndə bütöv bir ayları bildirir. Məsələn, deyirəm 10 Mondays, 10 Sundays. Biri var deyirəm eləcə bazar günü, onda 10 Monday deyirəm. Biri də var deyirəm ki, bazar günləri mən işləmirəm. Baxın, deyirəm bazar günləri mən işləmirəm. Deməli mən ilin bütün bazar günləri işləmirəm, düzdürmü? Və yaxud da Saturday məsələn. Mən deyirəm ki, I work on Saturdays. Mən şənbə günləri işləyirəm. Bu o deməkdir ki, mən elə həmişə şənbə günləri işləyirəm. Sadəcə bir dənə bu şənbə günündən danışmıram. Məsələn, deyirəm ki, I don't work on tutalım ki, Saturday. Mən bu şənbə işləmirəm. Amma on Saturdays desəm, mən bütün şənbələr işləmirəm olacaq. Ona görə diqqətli olun. Əliyev soyadlar. Məsələn, eləcə soyadları biz bilirik ki, z-nin işlətmərik də heç bir vaxt cəmləndirmərik. Xüsusi isim daxil edirik, artikldan işlətmərik, cəmləndirmərik, yəni. Amma bütün bir ailədən danışmaq istəyirəmsə, Əliyevlər ailəsi, Rızayevlər ailəsi demək istəyirəmsə, Z Əliyev, Z Rızayev, qabağında Z verirəm, sonuna da S artırıram soyadlarda və artıq bilirəm ki, bu bir dənə Əliyevi bildirmir, bütün Əliyevlərin ailəsini bildirir. Amma həftənin günlərində artikl olmur, sadəcə özü cəmlənir elə. Konkret nouns, yəni konkret isimlərdir. Konkret isimləri gözlə görə bilirik, əl ilə toxuna bilirik. An apple, a toy, an umbrella. Bunlar asandır zaten və yadınızda saxlayın ki, həmin bu isimlər iki yerə bölünə bilir. Sayıla bilən ola bilirlər, countable nouns və uncountable olurlar, sayıla bilməyən olurlar. Sonra biz bayaq demişdik ki, mücərrəd olur və deməli ümumi isimlərdə danışdıq. İndi mücərrəd isimlərdən danışırıq. Konkret isimlərdən danışdıq. İndi də mücərrəd isimlərdən danışırıq ki, mücərrəd isimləri isə gözlə görə bilmirik, əllə toxuna bilmirik. Onları hiss edirik. Məsələn, yuxudur, arzudur, xəyaldır, sevgidir. Bunlar mücərrəd anlayışlardır. Düzdürmü? Azadlıqdır. Sayıla bilməyən mücərrəd isimlər, biraz nümunələr var burada. Məsələn, taste, dad, beauty, gözəllik, possibility, mümkünlük, darkness, qaranlıq, dis, ölüm, böz, doğum, hate, nifrət, wisdom, müdriklik, yos, gənclik, pove, güc və s. Yəni, bunlar adətən mücərrəd isimlərdir və mücərrəd isimlər yadınızda saxlayın ki, sayıla bilmir adətən. Saymırıq, cəmləndirmirik, çünki mücərrəddir. Amma ingilis dilində bir sıra mücərrəd isimlər var ki, onlar sayıla bilir. İngilislərə görə sayıla bilir. Bunlar hansılardır? Cloud, bulud, storm, tufan, wind, külək, victory, zəfər, qələbə, achievement, nailiyyət, accident, qəza, event, hadisə, announcement, advertisement, elan, şans, elə şans, feeling, his, goal, məqsəd, view, mənzərə, an opinion, rəy, proposal, suggestion, offer, təklif. Hamısı mücərrəddir, görürsünüzmü? Hardship, difficulty, çətinlik sayılır, difficulties olur, hardships olur. Advantage, üstünlük, did, əməl, rəftar, lie, yalan, decision, qərar, success, uğur, fikir, an idea, joke, zarafat, impression, təəssürat, an hour, saat, hope, ümid, dream, wish, arzu, lirik, mahnı sözü, problem, məsələ, problem, voice, səs. Deməli, bunları əzbərləyəcəksiniz ki, bunlar mücərrəddir, amma bunlar countable-dır. Bütün mücərrədləri adətən uncountable götürürük, amma bu mücərrədləri əzbərləyirik ki, bunlar istisnadır və countable-dır. Yəni, sayıla biləndir. İndi burada bəzi sözlər var ki, məsələn, onların başqa mənalarını da göstərəcəm sizə. Countable və uncountable-dan sayıla bilən və sayıla bilməyən isimlər. Deməli, birinci sayıla bilən isimlərdən danışırıq. Sayıla bilən isimləri cəmləndirə bilirik. Məsələn, hen toyuq, hens toyuqlar, type növ, types növlər. İşlənirsə qarşısında e və yaxud da an article işlənəcək. Ehen, an elephant. Samit səslə başlayırsa sait səslə başlayırsa an article işlənəcək. Və bu artıq sayıla bilən isimləri cəmləndirə biliriksə, yəni cəmləndiriksə qabağında miqdar sayı işlədəcək. Zaten biz bilirik ki, əgər bir ismin qabağında an artiklı one varsa, o həmişə təkli işlənir. Qabağında miqdar sayıları, müəyyən əvəzliklər varsa, o cəmli işlənir. Baxın, cəmlənmiş bir ismin qabağında artiklı verə bilməzsiniz. Add doors deyə bilməzsiniz. Add door deyə bilərsiniz və yaxud da doors. Elə bil ismin cəm şəkilçisini artıranda bu tək isimlərin qabağından an artiklı düşməlidir. Sayıla bilməyən isimlərdə heç vaxt zaten artiklından işlənmir, yadda saxlayın. İndi uncountable-dan, sayıla bilməyən isim xüsusiyyətindən danışırıq. Baxın, sayıla bilən isim xüsusiyyətinə nə dedik? Təkdədirsə həmişə an artiklından işlənə bilər, cəmlənərsə artikl atılar.
İndi uncountable-dan bu isimlər isə heç vaxt cəmlənməz, yəni SES qəbul eləməz. Advices, loves, hates görürsüz deyə bilmərik. Bu isimlərin qarşısında an artiklı işlənməz, an advice deyənmərik. Information artiklına verənmərik. Bu isimlərin qarşısında miqdar sayı işlənməz. Elə bil ki, sayıla biləndə nə olurdusa, sayıla bilməyəndə onlar olmaz. Əksi kimidir, elə yadınızda saxlayın. Sayıla bilməyən isimləri qruplaşdırmışıq. Bax, aşağıdakı qruplara bölmüşük. Məsələn, maye su şəklində olan isimlər. Və bu cədvəldə ancaq maye su halında olan isimlərdir ki, ya maye formasındadır, ya su formasındadır. Onlar sayılmır. Artıq bu cədvəlləri əzbərləmək sizə düşür ki, siz bunu əzbərləyəcəksiniz ki, testləri yükləyə bilərsiniz. Ondan sonra gəlir hava, toz, qırıntı şəklində olan isimlər. Soğukdur, duzdur, istiotdur, peypədir, paraşoklardır, süddür. Bunlar artıq hava, toz halında olanlar, qırıntı halında olanlar sayılmır. Elm, fən, idman, xəstəlik adları adətən sayılmır. Baxın, English deyirəm, dil deyirəm, düzdür? Bunu cəmləndirəm. Çünki bir dənə ingilis dili var, cəmlənmir. Fəsillər, autumn, spring, summer, fall, bunların heç biri sayılmır. Xəstəlik adları sayılmır. Məsələn, measles, qızılca deyəndə, kanser, xərçəng deyəndə sayılmır. Elm, fən, idman adları heç vaxt sayılmır. Oyunlar, şahmat, domino. Baxın, hətta burada nəyə vurğulamaq istəyirəm sizə? Baxın, yadınızda saxlayın. Bilyard sözüdür, draft sözüdür, domino sözüdür. Baxın, bunlar S ilə bitir. Bunlar çox çatdırıcıdır. Bəzən bunlar götürüb ismin içərisinə sallar ki, hansı isimlər cəmdədir, düzdürmü? Siz də bilirsiniz ki, cəm isimlərin sonunda S olur da. Bunlar da görürsünüz ki, sonunda S var. Dərhal bunu isim kimi götürürsünüz. Amma unutmayın ki, bunlar sonunda S olsa da oyun adlarıdır və oyun adları heç vaxt sayılmaz. Və adətən sonunda 2 dənə S olanlardır. S heç vaxt cəmlik bildirmir. Yadınızda saxlayın. S isim şəkilçisi kimi yadda saxlayın. Da sözün özünü kökü kimi chess və yaxud var edək. Waitress sözü şəkillərdə öyrəndik. Məsələn, princess sözü 2 dənə S varsa o təkdədir. Sonra metal və material adları. Metal və material adları da sayılmır. Həmişə təkdə işlənəcək. Mücərrəd isimlər bayaq dedik ki, 2 cür olur, sayılan və sayılmayan. Bu cədvəldəkilər sayıla bilməyənlərdir. Amma bayaqki cədvəldəkilər istisnaydı, sayıla bilənlər idi. Bunları öyrənəcək. Bəzi ərzaq məhsulları və yemək adları, yeməklər sayılmır. Buradakı ərzaq məhsulları ət növləridir, çörəkdir, makarondur, şokoladdır, pudinglərdir. Bunların heç biri sayılmır. Amma bəzi şeylər var ki, ingilislərə görə sayıla bilir. Məsələn, pul, money. Baxın, sayıla bilmir. Pul, money sözünün özü sayılmır. Amma altdakı cədvələ baxın, money'nin, yəni pulun növləri sayıla bilir. Dollar, lira, manat, avro, funt. Bunların hamısı sayılacaq. Dollar deyə bilirik, liras, manat deyə bilirik. Amma money sözünün özü həmişə təkdə olur, sayılmır. Furniture sayıla bilmir. Mebel sözünün özü sayılmır. Amma mebelin növləri var. Stol, şkaf, rəf, divan, kreslo, artıq hamısı sayılır. Sonra meyvə var, fruit. Meyvənin özü sayıla bilməyən isimdir. Amma meyvənin növləri grapes, plums, mangos, strawberries hamısı cəmlənir də sayılır da. Jewelry, zinət əşyası. Bu sözün özü sayıla bilmir. Amma zinət əşyasının növləri brasletdir, ringdir, üzükdür, anklet, bu topuğa taxılan topuq bilərzikləridir, broşdur, necklace, boyun bağıdır, earring, sırğadır. Bunlar artıq cəmlənir də sayılır da. Travel sözü səyahət deməkdir. Travel sözünün özü sayılmır, amma travelın növləri var, hansı ki, məsələn, voyage gəmi səyahətidir, cruise-dur, trip, məsələn, iş səyahətidir, turdur. Bu növlər artıq sayılır. Deməli, bir dənə travel sayılmır, qalan journey-dir, voyage, tour, trip, cruise hamısı sayılacaqdır. Bunları bu formada qəşəng əzbərləyirsiniz. İstisnalarımız var. Demişik, bayaq dedik, ərzaq məhsulları, yemək və yemək adları sayılmır. Məsələn, yemək adları deyəndə dinner, breakfast, lunch, onlar da sayılmır. Amma bəzi yemək məhsulları var ki, onlar sayılır, yadda saxlayın. Emil xörək, diş xörək, həm də qab-qacaq deməkdir. Biscuit, roll, pea, lentil, hot dog, omlet, pizza. Bunları yadda saxlayırsınız ki, bunlar sayıla bilir. Və yadınızda saxlayın. Adətən pea noxuddur da görürsünüz, sayıla bilir. Deyəcəksiniz, noxud nətər sayılır, mərci nətər sayılır. Bunlar istisna sayıla bilir. Amma noxuddan, mərcidən, məsələn, noxuddan balaca olanlar nədir? Düyüdür, undur, kakaodur. Bunlar artıq sayılmayacaq. Bir də yadınızda saxlayın. Məsələn, süd də sayılmır da, maye halındadır. Süddən hazırlanan heç nə sayılmır. Məsələn, süddən nə hazırlanır? Yoğurt, qatıq, köd, kəsmik, siz pendir. Bax, heç biri sayılmayacaq. Onları unutmayın. Sonra mənasından asılı olaraq həm sayılan, həm də sayıla bilməyən isimlər var ingilis dilində. Bunlar hansılardır? Baxın, here.
Here saç deməkdir. Baxın, söz sayılan, sayılmayan. Here tük mənasında sayılacaq, saç mənasında sayılmayacaq. Məsəl üçün, saçımız deyəndə heç vaxt tündə bilməyəcək. Amma tük mənasında deyəndə ki, məsələn, paltarın üstündə 2 dənə tük var. Məsələn, deyirəm, there are 2 hairs. Onda tutalım ki, trousers və yaxud da onda şort koftanın üstündə var və yaxud da yeməyimdən tük çıxdı deyəndə artıq sayıla bilir. Amma saç kimi sayılmır. Noise səs kimi sayılır, səsküy kimi sayılmır. Paper qəzet kimi sayılır, kağız kimi sayılmır. Glass stəkan kimi saya bilərik, şüşə kimi sayılmır. Iron ütü kimi sayılır, dəmir kimi sayılmır. Work əsər kimi sayılır, if kimi sayılmır. Wood meşə kimi sayılır, odun kimi sayılmır. Time dəfə kimi sayılır, vaxt kimi sayılmır. Times 2 dəfə deyə bilirəm məsələn. Land ölkə kimi sayılır, torpaq kimi sayılmır. Light fənər kimi sayılır, işıq kimi sayılmır. Lamp quzun özü kimi deyəndə, quzun özü deyəndə sayılır, quzu əti deyəndə sayılmır. Fish balıq əti bir də balıq deməkdir. Balıq əti deyəndə sayılmır, amma balığın özünü deyəndə sayılır. Cücə kimi, heyvan kimi yəni sayılır, amma cücə əti sayılmır. Pepper bibar, istiot biber kimi sayılır, istiot kimi sayılmır. Acı biber deməkdir. Room otaq kimi sayılır, boş yer kimi sayılmır. Rubber pozan kimi sayılır, raisin kimi sayılmır. Tin konserv qabı, qalay. Konserv qabı kimi sayılır, qalay kimi sayılmır. Çünki artıq orada material adı kimi gedir. Experience macəra sərgüzəşt kimi sayılır, amma təcrübə kimi sayılmır. Business şirkət kimi sayılır, iş kimi sayılmır. Bunları da öyrənsəz yaxşı olar. Çünki testlərdə əsasən də time falan qabağımıza çox çıxacaq. Deməli, xüsusi qeydlərimiz var. Biz dedik ki, sayıla bilməyən isimlərin qabağında artikl işlənmir, cəmlənmir, onların xəbəri həmişə tək olur. Amma əgər and bağlayıcısı 2 və ya daha artıq sayıla bilməyən ismi bağlayıbsa mübtəda yerində, xəbər həmişə cəm işlənir. Məsələn, baxın, mübtədada da bu the salt and sugar, duz və şəkər stolun üstündədir. Duz və şəkər demək ki, nədir? İkisindən də danışıram. Mübtədanın tərkibində 2 dənə sayıla bilməyən isim var. Ona görə də xəbəri cəm verirəm. Çünki salt ayrıdır, sugar da ayrıdır. Hər 2 dənəsi var. Ona görə cəmdir. Yoxsa tək olsa, bir dənəsi olsa tək olardı. Çünki sayılmayan isimin xəbəri cəmlənməz. Time vaxt mənasında sayılmır. Times cəmləndikdə mənası dəyişir, dəfə kimi tərcümə olur. 4 times 4 dəfə. Məsələn, we tutalım ki, eat meal 3 times a day. 3 dəfə gündə yemək yeyirik. Glass qarşısında artikl işlənməzsə bilin ki, şüşə mənasındadır, sayılmır. Amma artiklına versə bilin ki, stəkan mənasındadır. Bir də cəmlənə bilər artıq stəkan mənasında. Bir də glasses sözü var. Həm də eynək deməkdir. Glasses elə bil, glass stəkan mənasında gələndə glasses cəmlənib stəkanlar da ola bilər. Bir də glasses sözü ümumiyyətlə ən çox işlənən söz kimi eynək deməkdir. Eynək mənasında həmişə cəm olur, tək forması yoxdur. Niyə? Çünki eynəyin 2 dənə tərəfi var axı, 2 gözü var. 2 gözü olduğuna görə ingilislər indi ismin cəmlənməsində bunu öyrənəcək. 2 dənə simmetrik hissəsi olan sözləri həmişə cəmdə götürürlər. Məsələn, trouser şalvarın 2 ayağı var, eynəyin 2 gözü var, headphones məsələn qulaqçığın 2 qulağı var. Ona görə onlar həmişə cəm götürülür. Sonra aşağıdakı eyni məna verən isimlərə diqqət yetirmək lazımdır. Məsələn, musicdə, songda hər ikisi mahnı deməkdir. Music sayılmır, amma song sayılır. Sinner də mənzərədir, view da mənzərədir. Bayaq mücərrəd isimlərin istisnasında view var idi yadınızda qaldısa. Sinner sayılmır, bax sınan olan sayılmır. Amma view olan sayıla bilir, cəmlənə bilir. Mücərrəddir, amma istisnadır. Poetry sayıla bilmir, amma poet sayıla bilir, şeir deməkdir. Information məlumat sayıla bilmir, amma report məlumat kimi sayıla bilir. Advice məsləhət kimi sayılmır, suggestion məsləhət kimi sayılır. Yadınızda saxlayın, bu advice-in yazılmağına da fikir verin. Belə C hərfindən yazılıbsa isimdir. Amma S hərfindən, yəni bildiyimiz elə səbəb bu sayılmayanın S-sı kimi S hərfindən yazılıbsa artıq məsləhət vermək feil olur. Sonra sayılmayan isimlərin deyəcəksiniz ki, bax mənim biz sayılmayan ismi cəmləndirəmirik, qabağında yan artikl silə bilmirik. Bəs bu sayıla bilməyən isimlərin miqdarını ölçüsünü nə ilə verək? Sayılmayan isimlərin miqdarını bildirmək üçün qarşısında ölçü vahidləri işlədirik. Ölçü vahidləri isə sayıla biləndir və cəmlənə də bilirlər. Çünki onlar ölçü vahididir. Sadəcə sayılmayan isimlərin qabağında gəlib onların ölçülərini bildirəcək. Bu ölçü vahidləri təkcə olanda qarşısında yan artikl işlənir. Əgər qarşısında yan artikl yoxdursa, onda cəm işlənməlidir. Əvəzlik gələ bilər, rəqəm gələ bilər və yaxud ümumiyyətlə qarşısına heç nə gəlməz, amma cəmdə olar. Problem deyil. Baxın, ölçü vahidlərimiz bunlardır. A slice of bir dilim. Məsələn, a slice of cheese, bir dilim pendir. A loaf of bir kömbə, a loaf of bread. A cup of coffee. A bar of chocolate. A piece of, məsələn, a piece of daha çox işlənən bir ifadədir. A piece of bir parça deyəndə mücərrəd isimləri də burada verə bilərik. A piece of information, məlumatın bir hissəsi. A piece of, məsələn,
nə dedim? Information dedim. A piece of furniture. Məsələn, mebelin bir hissəsi işlədə bilərik. A lump of bir parça bir tikə deməkdir. A lump of coal ola bilər, kömür. A lump of sugar ola bilər. Basket səbət deməkdir. A hand of bir ovuc. Game of bir oyun. Məsələn, a crowd of bir kütlə. A can of bir qutu. Qutuda can of deyəndə yadınızda saxlayın. Dəmir qutudan söhbət gedir, konserv qutusundan. Bottle of bir butulka. A bowl of bir kasa. Məsələn, a bowl of tutalım bir kasa soup deyə bilərik, soup. A glass of water deyə bilərik. A sack of bir kisə flour un deyə bilərik, bitdən deyə bilərik. A box of yenə bir qutu. Box of da karton qutudur, yaxşı. A barrel of bir çəllək. A speck of bir zər. Speech, speck of. A litter of, a flock of bir sürü adətən heyvanlar olur. A plate of, a sheet of. Bu da adətən səhifədə gedir. A sheet of məsələn paper və yaxud da book bir kitabın bir səhifəsi. A packet of bir paket, a drop of bir damcı, spoon of bir qaşıq, a jar of bir banka, a kilo of bir kilo, a pinch of bir çimdik, a jug of bir dolçu. Baxın, bunlar artıq say müəlliminin qabağında gələcək. Məsələn, a jug of water, two jugs of water deyəcək. Say müəllim bəxtin deyirdi cəmlənməz, bəli cəmlənmir də. Zaten water sayıla bilməyəndə cəmlənmir, amma onun qabağında gələn ölçü vahidi cəmlik, təhrik bildirə bilir. Amma bir şey unutmayın ki, bax bu ölçü vahidi eləcə işlənə bilməz. Ya artikılla olmalıdır, eləcə olmalıdır, ya da ümumiyyətlə cəmdə olmalıdır. Bax burada two jugs of deyibdir. Elə tutalım ki, bunu vermirəm mən. Eləcə jugs of verirəm. Bu düzdürmü? Bəli, düzdür. Jugs of düzdür. Heç bir səhvlik yoxdur. Niyə yoxdur? Çünki cəmdə verilibdir. Əgər qabağında artikl varsa təkdə verilməlidir. Artiklsızdırsa həmişə cəmdə olmalıdır. Qabağında rəqəm gələ də bilər, gəlməyə də bilər, fərq eləmir. A barrel of oil məsələn, bir çəllək neft, 5 çəllək neft fərq eləmir. İndi deyəsiniz, bəs bunun xəbəri nətər olacaq? Cəmdə olacaq. Məsələn, zira two sacks of flour in the kitchen. Flour görürsüz sayılmır, təkdədir. Amma biz ondan danışmırıq, iç meşoğundan danışırıq. Yəni onun meşoğundan danışırıq. Ona görə də ölçü vahidləri cəmdədirsə, meşoğ kisə yanı xəbəri cəmdə olmalıdır. Sonra gəldik bəzi əvəzliklərin isimləri üstlenməsinə. Bax, artıq siz sayıla bilən və sayıla bilməyən isimləri öyrəndiyinizə görə bu əvəzlikləri indidən yadınızda saxlasanız yaxşı olar. Məsələn, sayıla bilən isimlərlə üstlənir many. Düzdür, many çox, few az, a few biraz, several bir neçə. Bunlardan sonra həmişə cəm isimlər gələcək. İndi cəm isimləri öyrənəndə sizə daha asan olacaq bunu başa düşmək. Bu sayıla bilməyən isimləri öyrəndiniz elə. Baxın, bu sayıla bilməyən isimlərin ölçüsünü bildirmək üçün siz ya bu bayaqki cədvəldəki ölçü vahidlərindən istifadə edəcəksiniz onların qabağında və yaxud da bu əvəzliklərdən istifadə edəcəksiniz. Məsələn, much information, çoxlu informasiya, little advice, azca məsləhət, a little salt, biraz duz, very little tutalım ki, tutalım nə deyə bilərəm, sugar deyə bilərəm, salt deyə bilərəm, yəni nə istəyirik deyə bilərik də, very little oil, məsələn, çox az yağ deyə bilərəm, neft deyə bilərəm. Sonra həm sayılan, həm də sayılmayan isimlərlə üstlənənlər var. A lot of, lots of, plenty of. Hər üçüsü çox deməkdir. Muchla many'yə sinonimdir, eyni mənanı verir. Həm sayılanla, həm də sayılmayan isimlərlə üstlənə bilir. Some, bəzi, bir neçə. Həm sayılan, həm sayıla bilməyən isimlərlə təsdiq cümlələrdə üstlənir. Eyni heç deməkdir. Sayılan və sayılmayan isimlərlə üstlənə bilir. İnkar cümlələrdə və yaxud da sual cümlələrində işlənir. Sual cümlələrində istənilən bir mənasını verə bilir, inkar cümlələrdə heç mənasını verir. Bunların özündən sonra həm sayılmayan isimlər gələ bilir. Bunlardan sonra yalnız sayılmayanlar, bunlardan sonra isə yalnız cəm isimlər gəlir. Yadınızda saxlayın, sayıla bilməyən isimlərin testini işləyə bilmək üçün bu yuxarıdakı cədvəlləri əzbərləmək lazımdır. Sayıla bilməyən isimlərin cədvəllərini əzbər bilmək lazımdır. Hamısını əzbərləyəndən sonra testləri işləmək də sizin üçün çox asan olacaq. Deməli, bir dəfə də üstündən keçirəm. Biz bugün sizlə nə öyrəndik? İsmin quruluşca növlərini öyrəndik. Sadə düzəltmə mürəkkəb isimləri öyrəndik. O hissənin testlərini işləmək üçün isim düzəldən şəkilçiləri mükəmməl formada bilmək lazımdır. İstisnaları əzbər bilmək lazımdır ki, testləri bir göz qırpımında işləyə biləsiniz. Sonra ismin quruluşca növlərindən sonra nəyini öyrəndik? Ümumi xüsusi olmasını öyrəndik. Ümumi xüsusi isimlərdə əsasən nə var idi? Xüsusi isimlərin artiklın işlənməməsi, cəmlənməməsi, amma 2 dənə xüsusi isimin istisna olması, həftənin günləri və soyadların cəmlənməsini öyrəndik. Düzdürmü?
Ondan sonra konkret və mücərrəd isimləri öyrəndik. Dedik ki, konkret isimlər özü 2 yerə bölünür. Sayılan və sayılmayan. Mücərrəd isimlər də 2 yerə bölündü. Sayılan və sayılmayan. Buradakı mücərrəd isimlər sayıla bilənlər idi, istisna idi. Sayıla bilməyən isimlər içində olanlar da zaten ilə sayıla bilməyənlər idi. Və öyrəndik ki, sayıla bilən isimləri eyan artiklından işlədə bilirik, cəmləndirə bilirik. Təhdidsə xəbərini, tək cəmdədirsə xəbərini cəm veririk. Qabaqlarında miqdar sayılan rəqəmlər işlədə bilirik. Amma uncountable nounları, sayıla bilməyən isimləri miqdar sayılarla işlədə bilmirik. Qarşısında artikellarla, eyan artiklından işlədə bilmirik. Düzdür, işlənə bildiyi xüsusi hallar var, amma indi deyəcəm o nədir? Adətən işlətmirik, yəni. Abituriyent testlərində demək olar ki, çox vaxt işlənməyən formalarını görürük elə. İşlətmirik, cəmləndirmirik, xəbərini də həmişə tək götürürük. Və bu sayıla bilməyən isimlərin cədvəlini lüğət əvəzi götürüb növbəti dərsdə öyrənirik. Sonra bir sıra sözlər var. Özləri sayılmır öyrəndik, amma növləri sayılır əzbərləyirik. Bir sıra yemək adları var. Bilirik ki, istisnadır, sayıla bilir, amma əksəriyyəti zaten sayılmır. 2 mənada olan sözləri öyrəndik ki, 2 mənası var. Birində sayılacaq, birində sayılmayacaq. Qeydlər öyrəndik. Time vaxt mənasında sayıla bilmir, amma dəfə mənasında sayıla bilir. Qabağında rəqəm yüklənir. Hətta time'ın dəfə mənasında qabağında həm də article yüklənə bilir. Məsələn, times a week həftədə 2 dəfə deyirəmsə, 4 times a week həftədə 4 dəfə deyirəmsə, məsələn, biz burada have a good time. İndi article keçəndə bunu daha yaxşı öyrənəcəyəm, amma yenə də üzərindən keçim deyim. Time məsələn, qabağında sifət işlənəndə article-la işlənə bilir. Baxın, bir neçə isimlər var ki, onların qabağında sifət gələndə sayılmayan olmasına baxmayaraq article işlədə bilirik. Məsələn, bayaq sizə dedim ki, nə dedik? Fəsillər dedik. Fəsillər sayılmır dedik. Fəsillər sayılmır, amma fəsillərin qabağında təyin edici bir sifət gəlsə, artıq onu biz eyan artiklından işlədə bilirik. Time sözü sayılmır, amma qabağında sifət gəlsə, bu zaman bunu artiklından işlədə bilirik. Məsələn, have a good time, yaxşı vaxt keçirmək, have a great time, əla vaxt keçirmək. Sonra bir də dedik ki, nələr var idi? Yemək adları, bəli. Məsələn, bayaqki cədvəllərdə var idi ki, yemək adları sayılmır. Məsələn, breakfast, dinner, supper, lunch, düzdürmü? Breakfast səhər yeməyi deməkdir. Lunch qalyanaltı günorta yeməyi gedir. Supper-də şam yeməyi gedir. Sonra dinnerdə günorta yeməyi gedir. Baxın, bunların qabağında article işlətmirik. Amma bunların qabağında sifət gələndə, məsələn, a light supper, yüngül bir səhər yeməyi, a big breakfast, böyük bir səhər yeməyi. Qabağında sifət gələndə artıq mütləq eyan article işlənməlidir. Bunları yadınızda saxlayın, sizin testlərinizə də düşür. Sonra dedik, sayıla bilməyən isimləri bəli article-la, miqdar sayla işlədə bilirik, amma xüsusi ölçü vahidlərlə işlədə bilirik və bu ölçü vahidləri adi isimlərdir və bunların özü cəmlənə bilir. Təkdədirsə də eyan article-la işlənə bilir. Hətta article-sız işlənməzlər dedik. Ya article-la işlənib tək olmalıdırlar, ya da article-sız işlənib cəm olmalıdırlar. Bunu unutmuruq. Article-la veriliblərsə xəbərləri tək, yəni xəbər artıq sayıla bilməyən isimdən yox da bundan uzlaşır. Qabağında cəmdə veriblərsə xəbəri isə cəm olur. Bunu unutmuruq. Sayıla bilməyən isimlərin 2 dənə sayıla bilməyən isim and bağlayıcısına bağlanıbsa, mübtada yerindədirsə xəbəri həmişə cəmdə olur, unutmuruq. Ondan sonra bu əvəzlikləri də indidən öyrənirik ki, yadımızda qalsın. Bax, bir dəfə də dərsimizin belə öyrəndiklərimizin üzərindən keçdim. Növbəti dərsimiz isimlərin morfoloji xüsusiyyətləri olacaq. Dərsimizi diqqətlə dinləyirsiniz. Lazım olar sözünüzə qeydlər götürürsünüz. Mütləq hər birinizin qeyd dəftəriniz olmalıdır. Abituriyentin qeyd dəftəri mütləq olmalıdır ki, o həmişə üzərində olsun. İmtahan qabağı bütün dərs açıb təkrarlamaq yerinə sadəcə qeydlər təkrarlamaq kifayət eləyər. Test qeydlərini götürmək xüsusi faydalıdır. Dərsimizi öyrəndikdən sonra isə açıb testlərini işləyirsiniz. İnşallah hər biriniz üçün faydalı olar. Növbəti dərsimizdə görüşərik.